Və artıq futbolçular bir-birlərini salamlayırlar, bir-birlərinə uğurlar arzulayırlar. Olaraq Qəbələnin heyətində ötən görüşdə Qarabağ. Bütün diqqətlər Fariz Yusufovadır və maçın start fiti səsləndi, hörmətli tamaşaçılar. İndi isə təhlükəli hücum alına bilər. Elvin Məmmədov, Elvinin ötürməsi qapı qarşısına və topu qapıdan keçirmək mümkün olmadı. Son anda Elnur Allahverdiyev topu meydandan çıxarır. Küncdən zərbə olacaq. Nə Cavid Hüseynov, nə də Rauf Əliyev topa toxuna bildilər. Bir daha təkrara baxırıq. Çox təhlükəli alınmışdı ötürmə. Əvvəlcə Rauf Əliyev, sonra isə Cavid Hüseynov topa çatmır. İndi Qəbələ əks hücuma çıxır. Nizami Hacıyev. Dodo. Dodo topla irəliyir. Horvat onun qarşısındadır. Dodo rəqibini keçir, ötürmə qapı qarşısına. Subotic'in zərbəsi və hakimin qərarı nə olacaq? Meydanın mərkəzini göstər Fariz Yusufov. Hesab açılar, Qəbələ 1-0 hesabını öndədir. Daniel Subotic fərqlənir. Kamran Ağayev topu artıq top qapı xəttini keçəndən sonra qaytardı. On 9-cu dəqiqədə hesab açılır, hörmətli tamaşaçılar. Daniel Subotic fərqlənir. Həqiqətən də yaxşı hücum təşkil olunmuşdu. Dodonun uzaq küncə doğru ötürməsi və Daniel Subotic. Fikir verin, başla həqiqətən də çox yaxşı oynayır bu futbolçu və onun zərbəsindən sonra Kamran Ağayev topu geri qaytarmaqda gecikdi. Elvin Məmmədovun ötürməsi, Rauf Əliyev. Horvatın zərbəsi və Petr Keviç. Əla reaksiya göstərdi Qəbələnin qapısı. Zərbə də əslində çox gözəl alınmışdı. Amma burada Petr Keviç topu meydandan çıxarır. Bir daha təkrara baxırıq. Qısa tək toxunuşlu ötürməli. Noguera, Ristovic, Noguera, Horvat. Horvat topladı. Valentişon qarşısını kəsməyə çalışır. Horvat cərmə daşasına daxil oldu. Horvatın zərbəsi bu dəfə dəqiq olmur. Bu dəfə top qapıdan aralı keçdi, amma yaxşı düşünmüşdü. Lukas Horvat rəqib müdafiəçilərin də əhatəsinə düşsə də qapıya doğru zərbə endirə bildi. Daniel Subotic əks hücuma çıxır Qəbələ. Nizami Hacıyev. Hacıyev sürətli irəliyir. Qəbələnin birdən-birə 5 futbolçu hücuma çıxıb, Nizami Hacıyevin zərbəsi yaxşı alınmadı. Javier Junior, Cavid Hüseynov. Javier Junior yaxşı hücum ola bilər. Horvat, Cavid Hüseynov. Cavid Hüseynov. Hüseynovun zərbəsi və Petr Keviç, daha sonra isə Mindaugas Kalonas irəliyir. Çox yaxşı zərbələri var bu futbolçunun anında. Etto'nun zərbəsi və top yenə də qapıdan üstündən keçir. Yenə də qapıdan aralı keçdi top və bu dəfə Etto dəqiq oynamır. Valentic yenə də yaxşı oyunur. Həqiqətən də bugünkü görüşdə Nikola Valentic müdafiədə çox yaxşı təsir başlayır. Viktor Mendy topu ələ keçirdi. Mendy'nin zərbəsi, aşırma zərbəsi və qapı Trigola mane oldu. Bir qədər əvvəlki zərbənin təkrarını bir daha izləyirik. Həqiqətən də yan xəttdən top oyuna Elnur Allahverdiyev daxil edir. Viktor Mendy, Şəhriyar Əliyevi keçdi. Sürətli irəlir Viktor Mendy, qapısı ilə təpədən çıxa bilər. Viktor Mendy və yerdən topu qazandı. Geriyə doğru ötürmə Nuran Qurbanov. Dodo və penalti. Şəhriyar Əliyev Dodo'ya qarşı qayda pozda hakimi fikrincə və Bakının qapısına 11 metrli cərimə zərbəsi təyin olunur. Şəhriyar Əliyev ikinci sarı vərəqə və qırmızı vərəqə göstərilir. Bakı 10 nəfərlə qalır və eyni zamanda qapısına 11 metrli cərimə zərbəsi təyin olunur. İndi isə artıq maçın taleyini həll edə bilər Qəbələ futbolçuları. Bir daha təkrara baxırıq. Viktor Mendy burada rəqib müdafiəçiləri keçə bilmir. Az qala topu itirəcəkdi, amma sona qədər mübarizəni davam etdirdi. Onun ötürməsi geriyə doğru. Nuran Qurbanov Dodonu zərbə mövqeyinə çıxarır. Şəhriyar Əliyev Dodoya qarşı bəli.
qayda pozulmuşdu burada və 11 metrlik cərimə zərbəsi. Ebesilio yerinə yetirəcək və artıq görüşün taleyini əldə edə bilər. Ebesilio və gol! 2-0. Qəbələ Bakı ilə görüşdə qələbə qazanır hörmətli tamaşaçılar və hesabat turunun nəticələrindən asılı olmayaraq ən azı 3-cü sıradakı yerini qoruyacaq Qəbələ futbolçuları. Və eyni zamanda qeyd etməliyik ki, ən azı bir neçə saatlıq liderliyə yüksəlir Yuri Seminin komandası və bir qədər sonra başlayacaq Azal Neftçi maçından sonra düzgün edən lider dəyişə bilər. Təbii ki, həmin oyunun və bütün diqqətlər Fariz Yusufovdadır. Bu da maçın final fiti hörmətli tamaşaçılar. Qəbələ Bakını 2-0 hesabı ilə məğlub edir.